Tələb iştirakçıları, bugünkü tədbirimiz ətraf mühitin qorunması, təbii texnik səmərəli düzgün istifadə, ekolojik təhlükəsizlik və s. Bugünkü tədbirdə ekoloq, İctimai Birliyin sədri Aynur xanım Miliyeva təşkil edir. Sizlərlə maraqlı söhbətlər aparılacaq və sizlə dinləniləcək. Buyurun Aynur xanım. Çox sağ olun, təşəkkür edirəm. Hər birinizi salamlayıram. Bu imkanı, bu şəraiti bizə yaratdığına görə. Mişli rayon İcra Hakimiyyətinin əməkdaşlarına, rəhbərliyinə böyüklərin təşəkkürümü bildirirəm ki, bu şəraiti yaradıb və Məzrəli kənd inzibati dairəsinə, bələdiyyəsinə də xüsusi təşəkkürümü bildirirəm. Hətta sizə də öz təşəkkürümü bildirirəm ki, bu isti havada vaxtınızı ayırmışsınız, öz və maraqlarınıza və ətraf mühiti qorunmaq üçün icmanıza dəstək göstərmək üçün bu tədbirdə iştirak edirsiniz. Bugünkü seminarımızın əsas məqsədi gördüyünüz kimi bizim lövhədə də var, məişət tullantıların idarə olunmasında səmərəliliyin artırılması təşəbbüsüdür ki, burada 2 ildən çoxdur ki, artıq mən ekoloq, ətraf mühitin qorunmasına yardım İctimai Birliyinin sədri kimi fəaliyyət göstərirəm. Keçən ildə bizim bir layihəmiz olmuşdu İmişli və Qarabağ ərazisi, Aran və Qarabağ zonasında və İmişlinin bəzi kəndlərində olmuşdu. COP29-dan bağlı biz burada maarifləndirmə işləri aparmışdıq. Hazırda isə məişət tullantılarının düzgün səmərəli idarə olunmasıyla bağlı, təşəbbüslərlə bağlı biz artıq çalışırıq ki, fəaliyyətimiz göstərək və məlumatlandırma aparaq. Bizim layihə mərhələli şəkildə həyata keçiriləcək. İnşallah bugün təşəbbüslərin irəli sürülməsidir. Gələcək dövrlərdə hansısa başqa bir digər addımların atılmasında biz öz fəaliyyətimizi və dəstəyimizi İmişli rayon ərazisində və İmişli rayon kəndlərində göstərməyə çalışacağıq. Hazırda seminarın adına da görüldüyü kimi məişət tullantıları ilə bağlıdır. Məişət tullantıları bizim həyatımızda demək olar ki, gündəlik olaraq rol oynayan bir şeydir. Evimizdə istifadə etdiyimiz məhsulları salafan plastik torbalara yığırıq və həmin o torbaları da aparırıq, ya asfara atırıq, ya yol kənarı zibil yerlərinə atırıq. O da oradan toplanmadıqca, yığılmadıqca toplanır və zibilliklər əmələ gəlir və həmin zibilliklər də özünüz də bilirsiniz ki, plastik qablar, plastik torbalar eroziyaya çox gec uğruyur, gec məhv olur, haradasa 100 illər, 200 illər lazımdır ki, o məhv olub sıradan çıxır. Məhv olmadıqdan da ətraf mühitə zəhərli maddələr, karbon qazları buraxırlar və bunun üçün də bu təhlükənin qarşısını almaq üçün hansı addımlar atmalıyıq, hansı təşəbbüsləri irəli sürməliyik, bununla bağlı sizlə müzakirələr eləyəcəyik. Və İmişli rayonunda cari vəziyyət necədir? Bununla bağlı biz araşdırma da apardıq. İmişli və Saatlı rayonunda bizim komandamız araşdırmalar apardı və məlum oldu ki, İmişli rayonunda poligon var. Zibil toplama məntəqəsi var, amma kənd əraziləri çox olduğuna görə və zibil tullantıları çox olduğuna görə bu poligon qane etmir. Və bunun üçün də nə etməliyik? Hər şeyi dövlətin üstünə yıxmalı deyilik. Biz özümüz də hər hansı bir addımları atmalıyıq ki, dövlətə də, rəhbərliyə də hal-hazırda dəstək olaq. Bununla bağlı mərkəzləşdirilmiş poligon çapmadığına görə kənd yerlərində hansı addımlar atmalıyıq? Yəqin gündəlik yemək pişiririk, biz hansısa hər gün, səhər gün, orta axşam və oradan tullantılar olur. Kartofdur, soğandır, digər məhsullardır, pomidorudur, biberidir. Bunlardan qalan qalıqları biz nə edirik? Həyata toyuqçucuya atırıq ki, toyuqçuca yesin, qidalansın. Amma orada da yenə qalıqlar qalır və o qalıqlar da bizim həyatda qalır. Misal üçün, bəzi bərk tullantılar var, böyük, belə deyim, kabaret tullantılar var. Misal üçün, mebellərimiz olur ki, hansısa bir əşyanı yenilirik, təzəliyirik. O əşyanı nə edirik? Tulluyuruq ya da yandırırıq. Əslində onu biz yandırmaya da bilərik. Aparıb hansısa bir məişət avadanlıqları, meyvə sexləri olur ki, hansı ki, fəaliyyət göstərir, ora verə bilərik ki, o bərpa olunsun, ən azından başqa bir şeyə, təbiətə onun tüstüsü gedib bizə gəlməsin, bizi zəhərləməsin. Yaxın, indi baxıram, burada məsələn, böyük maşınlar var, zil var, traktor var, onun traktorun təkəri partiyanda nə edirik, onu hamamda yandırırıq, tüstüsünü veririk və o tüstü də qalxır havaya, havaya qalxdıqca da yenə bizim nəfəsimizə dolur, nəfəs borumuza dolur, o da xəstəliklər əmələ gətirir. Bunu da qarşısını almaq üçün hər hansı bir addımlar atmaq üçün beləliklə onu yandırmaya bilərik, təmir eləyə bilərik, yaxud da aparıb harası təhvil verə bilərik.
Yəni məktəblərdə müəllimlər dərs keçirlər və indi hazırda məlum məsələdir ki, uşaqlara belə A4 vərəqlərdə imtahan vərəqləri, hansısa bir sənədlər hazırlanır və sonra onlar da gedir yenə məktəbin hansısa bir yerində əminəm ki, yandırırlar, yaxud cırırlar, nəyəsə istifadə olunur. Bununla da bağlı hər hansı bir addımlar atmaq olar ki, bu bir vərəqin əmələ gəlməsinə görə nə qədər tonlarla sular istifadə olunur, ağac materialları istifadə olunur. Yenidən bərpa eləmək üçün, yenidən bu kağızı bərpa etmək üçün biz haralarınızda danışa bilərik və həmin o vərəqləri toplanılıb verilə bilər. Məsələn, asan xidmətə verilə bilər ki, asan xidmət artıq onlarda elə bir kampaniya var ki, kağızları yığırdılar, toplayırdılar layihə çərçivəsində, təhvil alırlar, yenidən onu emala göndərirdilər ki, yeni vərəqlər, dəftərlər, kitablar çap olunsun, istifadə olunsun. Bununla bağlı bir şey demək istərdim və bizim rayonumuzda ətraf mühitə zərər verən nələrdir? Ətraf mühitə zərər verən suyun çirklənməsidir. Suyu nə çirkləndirir? Suyu çirkləndirən bizim atdığımız tullantılardır. Məsələn, torpaq kənd təsərrüfatına yəni ki, məşğul olursunuz, torpağı sürüyorsunuz və ora azot gübrə səpirsiniz. Həmin azot gübrə səpləndən sonra onun qabını edirik, ya artıq kənara hansısa bir yerə, yaxud arxa atırıq gedir. Dərmanlardır, tullantılar, məsələn, başqa bir tullantılar atırıq suya. Suya atdıqda o suyun tərkibində artıq o tozlardan qalan qalır, tozlar həmin suya qarışır. Və həmin o suyu yenə də biz həyatımıza gətirib istifadə edirik. Texniki işlərdə, məsələn, qab yuyuruq, paltar yuyuruq, xalça yuyuruq və həmin o suyun tərkibində olan mikrobdur, belə deyim, hansı zərərli maddələr yenə də bizim həyatımıza gəlir qarışır və istifadə edirik. Son zamanlarda özünüz də görürsünüz ki, çoxlu onkoloji xəstəliklər yaranır, zob xəstəlikləri yaranır, yeni doğulan uşaqların çoxsunda göz görmə zəifliyi yaranır. Bunlar hamısı nədəndir? Nəyi biz torpağa veririksə, nəyi biz suya veririksə, həmin su, həmin torpaq qaytarıb onu bizim özümüzə verir. Və hansı formada verir? Xəstəliklər formasında verir. Və biz bunun səbəbini tapa bilmirik. Bundan əlavə, məsələn, torpaqdan, sudan danışdığım ən böyük zərərli bu dəqiqə iqlim dəyişiklikləri deyirik. Bir həftə bundan əvvəl hava necə idi? Soyuq idi, yağış yağırdı, dayanmadan. Amma 2-3 gün ki, dəhşətli dərəcədə. Mən hardasa burada 5 gündür buradayım, İmişli rayonunda və İmişli rayonunda dəhşətli dərəcədə istilər var. Və getdikcə də temperatur artır. Bu da iqlim dəyişikliyi bizim həm ölkəmizdə, həm başqa ölkələrdən əmələ gələn belə deyim də, bizim dənizə, Xəzər dənizi quruyur. Xəzər dənizi nəyə görə quruyur? Xəzər dənizinə gələn su hardan gəlir? Beynəlxalq ölkələrdə gəlir. Volqa çayı ən çox təmin edir Xəzər dənizinin suyunu. Üzr istəyirəm. Volqa çayını da hardadır? Rusiya ərazisindən gəlir, ən böyük hissədir. Rusiyada müharibə gedir və müharibə getdiyi zaman da kimyəvi silahlar partlayır göydə və həmin o kimyəvi silahların da yenə qalıntıları gəlir, həmin çaya tökülür. Həmin çaydan da gəlir bizim Xəzər dənizinə tökülür və Xəzər dənizindən də bundan da əlavə buxarlanır havaya bulut şəraitində və bulutdan da yağış şəklində bizim üzərimizə tökülür. Bunun özü də bir kimyəvi zəhərlənmədir və havanın çirklənməsinə gəlib çıxır. Və biz nə etməliyik? Belə deyəndə deyir ki, bu dünyanın problemidir. Amma bu dünyanın problemi olsa da biz özümüz də ən azından evimizin içərisində bir təmizlik eləməliyik, kəndimizə bir təmizlik eləməliyik. Darvazadan, belə deyək ki, həyətdən çıxdıq, küçəni də təmizləməliyik. Öz həyətimizdə, qapımızın ətrafını, qarşısını təmizləsək, təmiz saxlasaq, tullantıları düzgün idarə eləyə bilsək, tullantıları düzgün idarə eləyə bilsək dedikdə, yenə də deyirəm, məsələn, çox şeyi atırıq gedir, amma onu atmaya bilərik. Məsələn, ağacdan tökülən yarpaqları yandırırıq, amma onu yandırmaya bilərik. Bir 80-in 80-ə quyu qaza bilərik. Həmin yaşıl yarpaqlardır, saralmış yarpaqlardır, meyvənin qabıqlarıdır, kartof qabıqlarıdır, soğan qabıqlarıdır, qarpız indi çıxır, yemiş çıxır, onun qabıqlarıdır. Atırıq onun içərisinə və doldururuq, ağzını örtürük. Gələn mövsümə qədər, hansı ki biz əkin başlayacağıq, həmin mövsümə qədər həmin qalıqlar qalır orada və dönür olur təbii gübrə. Həmin o təbii gübrəni biz artıq bazardan gedib 80-100 manata verib, yaxud hardasa bir azot gübrə almaq əvəzində həmin o gübrədən biz öz torpağımızda istifadə edə bilərik. Əminəm ki, siz onu məndən daha yaxşı bilirsiniz və o sizə birə-beş məhsul verəcək və organik məhsul verəcək. Bundan əlavə il ərzində məsələn kəndlər hansısa bir günü iməclik günü kimi qeyd edə bilərik ki, kənd cəmaatı hamı yığılsın. Məsələn, mən bu təcrübəni görmüşəm Sabirabadda. Sabirabadın bir kəndində biz layihə həyata keçirirdik. Orada məsciddə hər həftənin 4-cü günü Axund
səsləyirdi ki, ay cəmaət, gəlin qəbristanlığa, qəbristanlıqda bütün hər kəs öz ölüsünün qəbrinin ətrafını təmizləsin ki, otlaq qalxmasın. Çünki qəbristanlıqda özünüz də bilirsiniz ki, otlaq qalxır. Və o təbliğat təşviqat adət-ənənəyə çevrilmişdir. Hansı vətəndaş da getmirdisə, kimsə məsələn də getmirdi, kəsin mən bu həftə getmirəm. Və onu həmin səs ucaldanla böyük formada deyirlər ki, filankəsin atasının qəbri, ya anasının qəbrini filankəs təmizlədi. Allah onun ölüsünə rəhmət eləsin. Və utandırma, ictimai utandırma gedir. Bəli, bu formada. İndi bu qəbristanlıqla bağlıdır. Amma siz bunu qəbristanlıqla yox, biz məişət tullantıların səmərəli istifadə olunmasına istifadə edə bilərik ki, hamımız yay vaxtıdır. İndi nə edirik? Gedirik ki, kola alırıq, sirab alırıq, su alırıq, plastik butulkalar. Və hamısı plastik qablarda suyu içirik, butulkanı nə edirik? Atırıq gedir. Hara atırıq? Yolun kənarına atırıq, atlar atırıq, kanallar atırıq. Nə bilim, əlimiz gələn yerə atırıq. Və istər-istəməz zibillər yaranır. O plastiklər də zəhərli, toksik maddələr buraxırlar və onlar da bizim nəfəsimizə dolur. O məsələn, mən danışdım, boğuluram. Düz, indi bunun səbəbi plastiklərdən deyil. Təbii ki, bizim... Yox, çox sağ olun. Ondan deyil. Yəni, dediyim nədir? 1-3-4 bundan əvvəl COVID xəstəliyi yarandı. Nədən yarandı? Kimya maddələrin buraxılmasından yarandı və o vaxtdan sonra mən özümü qorumadım. Dedim ki, mənə heç nə olmaz və həmin xəstəliyə yoluxduq, nəfəs borurdu, problemlərə gəldi. Hansı nədir? Özümüzü qorumuruq. Və özümüzü qorumaq üçün, öz övladlarımızı qorumaq üçün də birinci nə etməliyik? Ətrafımızı təmiz saxlamalıyıq, ətrafımızı qorumalıyıq. Evimizin içərisini təmiz saxladığımız kimi, həyatımızı təmiz saxladığımız kimi, kəndimizi də təmiz saxlamalıyıq. Bəli, məsələn, bəzi deyirlər ki, bələdiyyə nədən ötərdi, icra hakim nümayəndəliyi nədən ötərdi? Bələdiyyəni biz seçmişik. Ona görə ki, o hansısa bizim ictimai problemimizi işıqlandırsın, qabaqçı dəstək olsun. Siz bələdiyyə eləyə bilərsiniz ki, məsələn, biz zibilləri toplamışıq, misal üçün 500 dənə plastik butulka toplamışıq və bunu təhvil verməyə bir yer tapsın, danışdıq. Bunu təhvil vermək üçün də hansısa müəssisə ilə danışa bilər və əminəm ki, qəbul eləyəcəklər. Çünki onlar təkrar emala gedir. Təkrar emala getməsi nə deməkdir? Yenidən o əridilir, yenidən bərpa olunur, emal olunur və satışa buraxılır. Amma onun içərisində olan zərərli maddələr çıxarılır. Azərbaycan qanunvericiliyində belə deyim ki, ətraf mühitinin qorunması ilə bağlı, ekologiya ilə bağlı, meşəliklərin bərpası ilə bağlı digər bir çox beynəlxalq konvensiyanın çərçivəsində bizim qanunvericiliklərimiz var. Amma ən çox harada istifadə olur? Böyük müəssisələrdə istifadə olur. Rayon yerlərində vətəndaşların cərimələnməsi bilmirəm, var, yoxdur. Mən bilən qırmızı vərəqə düşüb də bizim qırmızı kitabdadır, bizim yulğun. Yulğunu kəsənlərə hansı irtifati cərimələr, yaxud da maddi cərimələr olunur. Bu da qanunvericilikdə olandır. Amma bizim hazırda küçəyə, belə deyək ki, zibil atılır. O küçədə, şəhər yerlərində bunu cərimələndirirlər. Amma rayon yerlərində bilmirəm. Pəncərədən siqaret kötüyə atanda, yaxud zibil atanda o cərimələnir, yoxsa yox. Bu da bir növ ictimai qınaqdır. Bunu eləyə bilərsiniz. Siz kimsə atanda gördünüzsə, ona deyə bilərsiniz, sən bunu atma bura. Hansısa bir yerə kənd cəmaatı yığışıb böyük bir qutu qoya bilərsiniz. Deyə bilərsiniz ki, məsələn, plastik qutular bura atılsın. Biz şəhər yerlərində, məsələn, evlərdə 2 ayrı-ayrı qab qoyuruq. Birinə plastik qabları yığırıq. Məsələn, süd alırıq qutularda, qutu südlərin qablarıdır, meyvə şirələrinin qablarıdır, koladır, fantadır, məsələn, bunların qutu qabları. O qablara yığırıq. Digər günləri istifadə edədiyimiz hansı ki, qida tullantılar var, qarışıq tullantılar, bunları da bir yerə yığırıq. Və sonra küçədə, indi şəhər yerlərində o var. Burada yoxdur. Bunu da siz özünüz yarada bilərsiniz, müəyyən bir müddətə qədər. Və onu da görsələr ki, bəli, bu yarandı. Biri var, belə deyim, bu sadə görsələ bilər, amma bunun üçün ay ərzində sizin cəmi cibinizdən 1 manat çıxacaqsa, bu heç kəsə görsənməyəcək, mən sizə əmin edirəm. Amma Allah uzaq eləsin, hər hansı bir xəstəlik olanda gedirik, ona yüzlərlə, 200 manat, 300 manatlarına pul xərcləyirik. Və bu xərcin qarşısını almağa kömək edir. Yaxud böyük marketlərdə hal-hazırda plastik torbalar satılır. 3 qəpiyə balacaları, 5 qəpiyə böyükləri. Bunlar da, əgər plastik torbalarında həyatımıza girib bizim, belə deyim, özümüzü zəhərləməyimizi istəmiriksə, bunu küçəyə atanda malqara gedir, görür, yeyir. Yeyən kimi də onun da orqanizmində, belə deyim ki, o torbalar həzmə getdikcə zərərli maddələr buraxır və həmin o zərərli maddələr də südə qarışır. Südü də biz istifadə edəndə necə olur? Bizim özümüzə gəlir çıxır. Yenə də nəyə yerə atırsa, qayıdıb bizim özümüzə faydalıdırsa faydalı qismində gəlir, zərərlidirsə zərərli qismində gəlir. Bunun qarşısını almaq üçün, məsələn,
Lap əvvəllər bir 20-25 il bundan əvvəl bazarlarda, rayon mərkəzi bazarda həsir torbalar satılırdı, zəmbillər satılırdı. Hamı bazardan onu alırdı, içini doldurub gətirirdi. Yaxud kağızdan belə torbalar satılırdı, ondan istifadə olunurdu. Əgər burada biz vəsait xərcləmək istəməsək də evimizdə hansısa belə deyim, atmağa hazır olan paltarlar olur hamının. İndi maşallah olsun, istehsalat çox güclüdür, hamıda təzə-təzə paltarlar alır. Biraz köhnədə ondan bir balaca parça zəmbil düzəltmək olar, torba düzəltmək olar və zəmbil üzərinə gənc qızarmız aksesuarlar düzəldir, torba kimi istifadə eləmək olar. Hətta belə ki, Çin çantası kimi də istifadə eləmək olar. Mağazaya gedəndə onu aldıqlarımızı həmin çantanın içərisinə qoyub evimizə gətirə bilərik xanımlarımız üçün. Yaxud xanımlarımız zibilləri ayırdıqdan sonra onu belə deyək, kişilərə verə bilərlər və kişilər də o məsuliyyəti öz üzərlərinə götürüb tullantıları hara aparıb tökmək lazımdır, hansı poligona tökmək lazımdır. Ayda bir dəfə, 2 dəfə təmizlik işləri görə bilərsiniz. Mənim demək istədiklərim hələ ki bu qədərdir. Bilirəm havada istidir, yorğunsuz. Əlavə suallarınız varsa, sözləriniz varsa, təklifləriniz varsa, bunlar hələ ki təşəbbüslərdir. İnşallah gələcəkdə yəqin ki bu təşəbbüsləri praktikaya çevirəcəyik, gerçəyə çevirəcəyik. Zibil tullantılarını toplamaq üçün zibil qabları da ola bilər. Məsələn, Azərbaycanda ən gözəl təkrar emal gedir, zibillərin təkrar emalı Balaxanıda. Balaxanıda çox gözəl müasir texnologiya qurulub. İndi bu bir praktikadır. Hələ ki istifadə olunur. Yaxşıdır. Bilirəm ki, xanımların ən çox böyük problemləri olur. Yaxşı olar, o zibilliklər qoyulsa yaxşı olar. Hamı götürər, yığar olar. Aha. Çox gözəl. O hərəkətdə həmən deyən ki, yaranmalıdır. Sonra başqa Pulkadır. Dediyiniz kimi bizdə var, məsəl üçün, kənd yerində hələ öz həyatında belə çukur kimi qazdırır, o məşət tullantıları, istifadə zibilləri bizdən oraya tökürlər. kompost edirlər. Edirlər, amma siz deyirsiniz ki, üzərini örtmə, bizdə üzərini örtmə yoxdur. Tökülür, qalır. Yandırır. Məsəl üçün, yandıran yandırır, yandırmayan, elə orada elə ki, qalır, sonra yığıb onu daşıyıb o həmin dediyi qeyd elədi, bayaqları aparıb. O qarışıq var, indi o qarışıq tullantılar. Bəli, Siz onu qarışıq. ayırmırsınız. Orada hər bir şey qatıb qarışdırırsınız. Sonra həmin o çaladan yığılır, götürülür, aparılır, atılır poligona. Kəndin ərazisindəki zibil yerinə. Amma siz onu ayırsanız, misal üçün belə deyək də, plastik butulkalardır, şuşa butulkalardır, dəmir bizon qablar, məsələn, polo qablar var. Onları yığsanız, amma hansılar ki tez çürüyüb, torpağa qarışıb, keyfiyyətli sizə gübrə verəcək, məhsul verəcək, onu yığsanız, o sizin üçün heç belə deyim ki, nə dərmandan da yaxşıdır, heç bir şeyə ehtiyac olmuyor, təbii gübrədir. Torpaqsa 1-ə 5 verimli olacaq. Ən azından həyətyanı sahədə rahat istifadə edə biləcəksiniz. Məsələn, çox xarici dövlətlərdə belə bir yanaşma var ki, marketdən gedib siz plastik qutuda nə isə alanda, o endirimdə olur. Niyə? Qutunu gətirib qaytarırlar. Pul alırlar. O maraqlı olur cəmaət üçün. Bakıda böyük marketlərdən bir şəbəkədə deyəsən o istifadə olunur. Hələ ki, belə deyək də, effekt qoyulub. Düzdür, effekt bilmirəm nə dərəcədə böyükdür, gücsüzdür, amma var. Siz dediyiniz Bakıda tətbiq olunub. Burada da ki, indi tətbiq olunmasa da yenə dediyim kimi biz özümüz bunu eləməliyik də. Misal üçün, hansı uşağa biz görürük ki, uşaq belə deyək də, götürür atanın yaxud ananın dəftərinə ya kitabına şəkil çəkir. Elədir. O şəkili çəkəndə o kitab zayi olmasın deyə gedirik kənardan bir dənə də dəftər alırıq mağazadan, gətirir ki, bala gəl bura çək. Düzdür. İndi siz hansısa bir addımı atmasaz, biz də o dəstəyi verə bilmirik yaxı. Deyir ki, bu kəndə marağı yoxdur. Misal üçün, bəlkə kənd cəmaatı həvəsində deyirlər. İndi düzdür, bu təşəbbüslərdir. Biz gəlmişik, bugün İmişlinin bugün sizlə birlikdə 5 kəndində bu təşəbbüslərdən bağlı biz çıxış elədik, seminar elədik. İnşallah gələn illərdə də yenidən biz maraqlara baxacağıq. Növbəti addımlarda yenə bu kəndlər üçün salacağıq və istifadə edəcəyik. İnşallah əminəm ki, yəqin ki, belə deyək də, təşəbbüslərdən praktikalara, təcrübələrə keçəcəyik və onlar real olacaq. Onlar məndə insanları maarifləndirmək üçün həqiqətən də yaxşıdır və dəstəkləyici bir fikirdir. Düşünürəm ki, siz dediyiniz kimi növbəti dəfədə artıq onu təcrübəyə keçirmək daha məntiqli və bizim yaxınlarda bir böyük tədbirimiz vardı. Kənddə Novruz Bayram şəhərli yaxınlaşırdı. O kənddə batıq işlə məşğul oldu. Bizim bələdiyyə sağ olsun. İnanırsınız ki, 62 torba etdim. 62 torba biz yəni müşoq olan bir motosiklete yüklədik. Onu düzdür, onu bir qurum tapa bilmədik. Onu düzdür, bastırdı, otladı, üstünü üstüdəydi. Başçı qonağımız da düz vardı rayondan. Ona görə, yəni
bu təşəbbüs əgər olsaydı, biz onu harasa verməcə ya səmərəli istifadə edə bilərdik. Yəni, mən sayı 72 neçə 72 bir müşok ondan zibil çıxır. Mən inşallah yenə də deyirəm, mən xoşlayıram ki, hansısa bir işi görəndə o işin nəticəsi də olsun. Sabah gedəndə deməsən ki, gəldi, danışdı, çıxdı, getdi. Mən Nicat müəllimə bu haqda məlumat verəcəm. İndi mən Azərbaycan Holdingdən də danışaram. Spirit zavod deyirəm. İmişli rayonun bələdiyyə sədrində tanıdıqlarım da var. Onlarla da danışaram. Görüm hansı o təşəbbüsü öz üzərinə götürə bilər və sizlərə maraq məktubları göndərə bilər. Əslində siz özünüz eləməlisiniz. Onun maraq məktubu göndərməlisiniz ki, biz istəyirik ki, bu tullantıları yandırmayaq. Ətraf mühitə ziyan verir. Doğrudan da onun tüstüsü adi belə deyim, traktor təkərinin tüstüsünün qapqara göyə qalxır və o gedir bizim nəfəs borularımızı zəhərləyir də, zəhərdir. Tüstü zəhərdir. Və o tüstüdən qorunmaq üçün onu nəsə eləmək lazımdır. Bununla da bağlı çalışacağım, mən özüm belə deyim ki, maraqlanacaq. Görüm, əgər götürürlərsə, bununla bağlı Nicat müəllimə mən məlumat verəcəm. Nicat müəllim də sizinlə əlaqə saxlayar ki, bəli, filan yerə yaxınlaşa bilərsiniz, müraciətinizi edin və təkliflərinizi verin. Başqa əlavə təklifi sözü olan yoxdursa, mən sizin hamınıza təşəkkür eləmək istəyirəm. Yenə də Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirmək istəyirəm ki, bu şansı yaratdı ki, həm sizləri ziyarət elədik, həm kəndimizi ziyarət elədik, sizləri gördük. Burada mən gəncləri də görürəm və əminəm ki, bizim gənclər mənim danışdığımdan da daha çox bilirlər və tətbiq eləyəcəklər gündəlik həyatlarla və gələcəyimizin işıqlarıdır, gələcəyimizin belə deyim ki, sərvətləridir və ətraf mühiti də sərvətləri kimi qoruyub gələcək nəsillərə çatdıracaqlar. Çox təşəkkür edirəm, dəyərli vaxtınızı ayırdınız və bizim seminarda iştirak etdiniz. Minnətdaram hər birinizə. Siz sağ olun.